Divarı uçub. Döşəmə və tavanda çökmələr əmələ gəlib. Quba rayonunun Möhüc kəndində yerləşən 19-cu əsrə aid olduğu bildirilən Cümə məscidi tamamilə uçub dağıla bilər. Mən 20 ildir narahat edir məscidin vəziyyəti. Məscid bu vəziyyətə o vaxt düşüb ki, 2010-cu il yoxsa 2007-8-ci illərdə güclü külək oldu. Cənub tərəfdən güclü külək oldu. Onun günbəzi qapısı bu tərəfə açıqdı. Oradan külək vurub bu arxa tərəfi dəmirin qaldırmışdı. Qaldırıb bir sonra leysan yağışları düşüb, bu barını yuyub. Remont olsa daha yaxşı olardı. Eski qəzalı vəziyyətdədir. Nə vaxt düşüb qəzalı? Ay, bir neçə il olar belə vəziyyətdədir bu. Sakinlər ümid edirlər ki, müvafiq qurumlar bu problemi tezliklə həll edəcəklər. Əgər bərpa üçün icazə verilərsə, onlar öz vasitələri və imkanları çərçivəsində məscidin təmirini həyata keçirməyə hazırdılar. Əlbəttə təhlükəlidir. Aşsa düz mənim evimin üstünə aşır. Dövlə var, dövlə üstü aşır. Qəzalıdır, uşaqlar olayıqda. Nə vaxtdan bu lap belə vəziyyət? 2018-dən bu vəziyyətdədir. Cəmaət çalışdı ki, öz şəxsi hesabına təmir eləsin. Onda gəldilər, icazə vermədilər. İndi qorxuruq da, qorxudan gəlib namaz qıla bilir. Çoxdan tikilən qədim məsciddir, çoxdan ilə birəsi dikərsə buna var tikilən məsciddir. Pis vəziyyətdə qorxuruq, xahiş edirik ki, aidiyyətdə qurumlardan bizə köməklik göstərsin. Məsələ ilə bağlı Tüləkəran Bələdiyyəsinin sədri Rauf Hüseynov Xəzər xəbəri açıqlamasında bildirib ki, məscid Mədəniyyət Nazirliyinin balansında olsa da, bələdiyyə öz vəsait hesabına abidənin bərpası üçün addımlar atıb. 2022-ci ildə məscidin bərpasına dair hazırlanan layihə Tarix İnstitutu tərəfindən müsbət rəy alıb, lakin sonradan layihənin icrasına icazə verilməyib. Rauf Hüseynov əlavə edib ki, əgər müvafiq qurumlar icazə versələr, bələdiyyə tarixi abidənin ilk görünüşü qorunmaqla təmirini həyata keçirməyə tam hazırdır. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən isə bildirildi ki, tarixi abidə qəzalı vəziyyətə düşdüyünə görə nəzarətə götürülüb və yaxın günlərdə ora baxış keçirilməsi planlaşdırılır. Emin Kərimov, Kənan Qafar, Xəzər xəbər.